Hörmətli izləyicilər, axşamınız xeyir olsun. Sizə Xırdalanda mərkəzdə, prospekt yola 100 metr məsafədə Ana-bala parkına 2 saylı, 9 saylı buradan arayla da məktəblərə də yaxındır. Belə 4-5 daş kürsülü, padvallı, 3 otaqlı həyət evi təqdimatına gəlmişik. Bura gördüyünüz kimi padvaldır. Padvalda içərisidə ağlayla qəşəng işlənib. Artıq aynı onlar yığmaq üçün bura evin qabaq terasıdır. Dəmir barmaqlar da vurulub. Burada gördüyümüz kimi həyət yanı sahəsidir. Kombi aparatıdır. Bura quraşdırılıb. Qoşa daşla inşa edilib şəxsi tikili evdir. Bura giriş hissəsidir. Girişdə belə sağ tərəfdə mətbəxdir. Burada geniş bir qonaq otağımızdır. Mətbəxdir, qonaq otaqda pəncərələri öz həyətinə baxır. Qonaq otağı da qəşəng genişdir. Burada sanuzul hissəsidir. Aksesuarlar da quraşdırılıb. Burada bir yataq otağı. Burada da əlavə qardirob şkaf yığmaq üçün kifayət qədər yer var. Üzülü sayın bu otaqda işıq yanmır. Bu da bir yataq otağı. Hörmətli izləyicilər, həyət evimizdə 3 otaqlı, kürsülü, 4-5 daş kürsüsü var, padvallı. Prospekt yola 100 metr məsafədə 3 otaqlı, sayəsi 88 kvadrat, 1.5 sotda inşa edilib. Qiymət 83.000 manat. Təyin olunub, təbii ki, real müştərilərə sahibi tərəfindən endirim nəzərdə tutulub. Sənəd bələdiyyə qiymətlənməsidir, qazdır, sudur, işıqdır, notarial qaydada addan ada keçiriləcək. Real müştərilər buyurun zəng vurun, diqqətinizi görə çox sağ olun.